Qaxda Sənətkarın Dostu layihəsi çərçivəsində xalq artisti Milli Konservatoriyanın baş müəllimi Zabit Nəbizadə ilə görüş keçirilib. Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisas Artırma Mərkəzinin təşkilatçılığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə baş tutan tədbir Qaxınqulu Kənd Mədəniyyət Evində keçirilib. Tədbirdə regiondakı uşaq musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlər, onların müəllim və valideynləri iştirak ediblər. Çıxış edənlər layihənin mədəniyyətin təşviqi, uşaq və gənclərin yaradıcılığının stimullaşdırılması, regionlarda olan gənc istedadların aşkara çıxarılması, görkəmli mədəniyyət xadimləri ilə gənc istedadların zəngin təcrübə mübadiləsinin təşkili məqsədi ilə həyata keçirildiyini vurğulayıblar. Tədbirdə xalq artisti Zabit Nəbizadə muğam sənətinin tədrisi, muğam ifaçılığı, konsert yaradıcılığı, istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılması mövzularında söhbət aparıb. Dillər əzbəri olan mahnı və təsniflərdə yol verilən orfoqrafik, həmçinin məzmun səhvlərindən danışılıb, ifaçılıqda mətnin dərk edilməsinin əhəmiyyəti vurğulanıb. Ustad dərsi formatında keçən görüşdə Milli Konservatoriyanın, həmçinin Şəki şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin, Qax şəhər Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasında müxtəlif xalq mahnıları və təsniflər səsləndirilib. Sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və xatirə şəkli çəkdirilib. Zabit müəllimin Qaxımıza gəlməsi bizə çox gözəl təəssürat bağışladı. İnşallah davamlı olsun. Muğamda bilmədiyimiz şeyləri də bizə aşıladı, öyrətdi. Çox sağ olsun, inşallah davamlı olsun deyirəm. Doğrudan mənə çox xoş oldu. O bir söz var idi, ömrə yazılası bir gün oldu. Elə ömrə yazılası bir gün oldu. Çünki sənətdən suallar verdilər, qəzəliyyatdan və mahnılarımızdan və gənc uşaqlarımızın çıxışına mən qulaq astım. Məni heyran eləyən iki uşağın oxumağı Şəki Mədəniyyət Mərkəzindən gəlmişdi. Allah Teala bütün gəncləri qorusun. Mən tövsiyə eləyərdim ki, bütün rayonlarımıza belə bir tədbirlərin davamlı olsun. Bizim üçün çox xoş oldu ki, Azərbaycanımızın xalq artisti Zabit Nəbiyevlə gözəl bir tədbirdə iştirak etdik və mənim şagirdlərimin bəyənməsi mənim üçün, bir müəllim üçün necə sevindiricidir. Bugün Zabit Nəbiyevin çox gözəl muğam haqda danışıqları bizim üçün, biz gənc xanəndələr üçün mən elə bilirəm əvəzi olunmaz bir hisdir.